Bu mənzildə hər bir şey var. Mebel, məişət texnikası, əlavə nəsə almağa ehtiyac yoxdur, vaxt itkisi yoxdur. Alan kimi köçüb yaşaya bilərsiniz. Təmir də keyfiyyətlidir. Hamısını göstərəcəm mənzildə. Nə var, nə yox. Vaxt itirmirik, həmişə kimi başlayırıq mənzilin giriş hissəsindən. Bura bizim giriş qapımızdır. Daxil olduqda sağ tərəfdə. Bu hissədə dolabımız yığılıb. Tam axıra kimi də yuxarı hissəsi də eyni ilə göstərdim bunu da. Paltar, ayaqqabı əşyalarınızı rahatlıqla yerləşdirə bilərsiniz. Döşəmə qranitli üstü döşəmə ilə təchiz olunub. Bu hissədə güzgümüz açaraq yerləşdirilib. Otaqların yerləşməsində bura mənzilin sanitar qovşağıdır, yataq otağı. Artıq buranı gördünüz, mənzilin qonaq otağıdır. Ölçüsü yaxşıdır, yəni bu kvadrat mənzil üçün yaxşı qonaq otağımız var. Bütün əşyalar da var, görürsünüz. Masamız yerləşdirilib bu hissədə. Vitraj pəncərə, mənzildə isti sistemi kombidir. Radiatorlar da hamısı quraşdırılıb hazırdır. Qonaq otağının bu hissəsində belə bir yer düzəldilib, ora aksesuarlar yerləşdirilib. Döşəmə parketdir. Burada ümumiyyətlə divan, kreslo jurnallə, TV stand bu hissədədir. Aşağı hissəsi şkafdır. Böyük ekran televizorumuzda yerləşdirilib. Kondisioneri kimi hər bir şey var. Mənzildə divarlarda dekorativ boyadan istifadə olunub. İşıqlandırma da mərkəzdə böyüklükdür. Əlavə olaraq trik işıqlar. Mənzil nəzərdə çatdırım ki, bir otaqdan 2 otağa mətbəx su döşəşinə dizayn edilərək təmir olub. Ona görə mətbəx mebeliniz burada yığılıb. Mebellər hamısı boyadır. Onu nəzərinizə çatdırım. İçərisini də göstərdim. Şkaflar da kifayət qədərdir. Üstü koreyandır. Qaz peçi, aspirator, sobamız, hər bir şey var. Burada soyuducumuz da yerləşdirilib. Bunların hamısı təzədir. Heç biri də istifadə olunmub. Yuxarı hissələr də eyni ilə şkafdır. Burada yerləşir mənzilin sanitar qovşağı. Şu anda görsədək, ölçüsü yaxşıdır. Duş kabinimiz yığılıb, gözəl, maraqlı teksturalda qranitlər seçilib. Paltar yanında burada yerləşdirilib. Divar üçün ünitazımız ümumilikdə sistem hamısı krokdur. Onu nəzərinizə çatdırım. Bu tərəfdə moydadır. İçərisində göstərdim. Və burada təbii ki, isti döşəmə ilə təchiz olunub. Qapılar hamısı yığılmadı. Onu nəzərinizə çatdırım. Yəni, təmir həqiqətən də keyfiyyətlidir. Canlı baxanda da şahidi olacaqsınız. Bura mənzilin yataq otağıdır. Burada da hər bir şey var. Taxtımız yerləşdirilib, arxa hissəsi də gözəl şəkildə bəzədilib. Bura işıqlar, lepka işləmələr. Yataq otağımızın bu hissəsində dolabımız yığılıb. Arada görsədim. Belə əşyalarınızı rahatlıqla yerləşdirə bilərsiniz. Televizorumuz qoyulub, make-up və buradan da mənzilin eyvanına çıxış var. Dediyim kimi otaqlarda döşəmə parketdir. Belə, mən mənzildə demək olar, nə var, nə yox, hamısını sizin nəzərinizə çatdırdım. Keçək məlumatlara. Yerləşik şəhərimizin mərkəzində 28 may metrosunun düz yanında premium bina, geniş həyəti var, uşaq meydançası, yeraltı avtodayanacaq, hər bir şey var. Mənzildə istəsəz özünüz alıb rahatlıqla yaşaya bilərsiniz və yaxud alıb kirayə vermək üçün də yaxşı variantlı, yaxşı qiymətdə kirayə verə bilərsiniz. Necə görürsünüz, elə satılır. Bütün mebel, texnika hamısı qiymətə daxildir. Ölçü 51 kvadrat. 9-cu mərtəbədə yerləşir. Sənədlər qaydasındadır. Çıxarış, yəni kupça da var və mənzilin start olaraq qiyməti 288 min manat təyin olunub. Əlavə məlumat üçün göstərilən nömrə ilə əlaqə saxlaya bilərsiniz.